Hər kəsə salam. Şirvanşahlar Sarayına həsr olunmuş videomuzun ikinci hissəsi ilə yenidən qarşınızdayıq. Bu hissədə sarayın daha fərqli güşələrini, qədim eksponatları və Azərbaycan mədəniyyətinə aid maraqlı nümunələri birlikdə kəşf edəcəyik. Bu ərəb xətt nümunələri saray kompleksinin ən estetik detalları arasındadır. O dövrdə xəttatlıq ayrıca bir sənət növü hesab olunurdu. Burada isə Şirvanşahlar Saray kompleksinin köhnə görüntüləri və arxiv fotolarını görürük. Burada artıq müasir Azərbaycan əl işlərini və suvenirlərini görürük. Keramika qablar, milli naxışlar və əl toxuması məhsullar bu gün də qədim sənət ənənələrinin davam etdiyini göstərir. Bu alət qədim astronomik cihaz Usturlabdır. İnsanlar bu cihaz vasitəsilə ulduzların mövqeyini müəyyən edir və vaxtı hesablayırdılar. Bu rəngarəng parçalar və kəlağaylar isə Azərbaycan mədəniyyətinin ən zərif simvollarından biridir. Xüsusilə kəlağayı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Şirvanşahlar Saray kompleksində ümumi lider Heydər Əliyevə həsr olunmuş xüsusi güşə də yer alır. Bu güşədə onun Azərbaycan tarixinin və mədəni irsinin qorunmasına verdiyi töhfələri əks etdirən fotolar nümayiş olunur. Burada isə qədim Bakının maketi nümayiş etdirilir. Bu maket vasitəsilə İçəri şəhərin keçmiş dövrdə necə göründüyünü daha yaxından təsəvvür etmək mümkündür. Buradakı daş kitabələr və oyma nümunələri isə qədim memarlıq sənətinin izlərini daşıyır. Hər bir daş üzərindəki yazı və ornament keçmiş dövrün tarixindən xəbər verir. Videodakı bu məkan isə saray kompleksinin qədim ibadət və türbə hissələrindən biridir. Buradakı sakit atmosfer və memarlıq üslubu insanı sanki əsrlər əvvəl aparır. Sarayın həyətində yerləşən bu qədim daş kitabələr xüsusi diqqət çəkir. Bu kitabələr Azərbaycanın zəngin tarixi və mədəni irsinin bu günə qədər qorunub saxlandığını göstərir. Tarixi memarlıqla təbiətin harmoniyası bu məkanı daha da xüsusi edir. Videodakı bu məkan saray kompleksində yerləşən qədim türbə hissəsidir. Sakit və mistik atmosfer buranın əsrlər boyu qorunub saxlanılan tarixi məkanlardan biri olduğunu hiss etdirir. Burada qədim Azərbaycan ev mühitinin canlandırıldığını görürük. Videoda gördüyümüz zinət əşyaları Azərbaycan zərgərlik sənətinin ən incə nümunələrindəndir. Bu məlumatlar vasitəsilə o dövrün geyim mədəniyyəti və gündəlik həyat haqqında daha yaxından məlumat almaq mümkündür. Burada isə qədim dövrlərə aid pul nümunələri nümayiş olunur. Beləliklə Şirvanşahlar Saray kompleksinə səyahətimizin ikinci hissəsinin də sonuna gəldik. Ümid edirik ki, bu tarixi atmosferi bizimlə birlikdə hiss etdiniz. Yeni videolarda yenidən görüşmək ümidi ilə. Sağ olun.